Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam. Ona görə də əminəm ki, biz bir yerdəyik. Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik. Leyla Əliyeva son 100 ildə Xəzərdə su itilərin 1 milyondan 200 minə qədər azaldığını qeyd edib. O, həmçinin ölkəmizin bərpa olunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib. Avropa Komissiyasının Energetika Baş İdarəsinin direktoru Kristina Lobilio Barrero bərpa olunan təmiz texnologiyaların tətbiqinin qazıntı yanacaqlarından asılılığı azaldaraq enerji təhlükəsizliyini artırdığını, vətəndaşları və sənayeni qiymət dəyişkənliyindən qoruduğunu bildirərək, bu dəyişikliklərin həm də yeni sənaye imkanları və uzunmüddətli sabitliyin göstəricisi olduğunu qeyd edib. Energetika Nazirliyi yanında bərpa olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycanın bərpa olunan enerji potensialından söz açaraq bioenerji, geotermal resurslar və yaşıl hidrogenin inkişafı istiqamətində işlər görüldüyünü qeyd edib. Agentliyin direktoru eyni zamanda Qarabağın Şərqi Zəngəzurun və Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində əsas fəaliyyət sənədləri hazırlandığını diqqətə çatdırıb. Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan Sokar Qrinin baş direktoru Elmir Musayev şirkətin fəaliyyəti haqqında danışaraq əsas məqsədlərinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək neft-qaz obyektlərini dekarbonlaşdırmaq və Azərbaycanda ekspert biliklərini konsolidasiya etmək olduğunu bildirib. Mastar Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Murad Sadıqov, Akvapower şirkətinin biznesin inkişafı üzrə direktoru Polina Libomirova, BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionu üzrə baş maliyyə meneceri Ayla Əzizova, Xlinks layihəsinin icraçı direktoru James Humphrey, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vipke Şlomer və digərləri çıxış edərək bərpa olunan enerji sahəsindəki perspektivlərdən söz açıblar.